Və ümumiyyətlə bu şiyələr kimi, bu rafizlər kimi bunlarla münasibət necə olmalıdır? Bunların arxasında namaz qılmaq olar, olmaz? Belə bir sual vermək istəyirəm. Ümumi mənada götürsək, təbii ki, şiyəlik ilə rafizlik arasında fərq var. Amma indiki yaşadığımız yeri götürsək, şiyəlik ilə rafizlik arasında heç bir fərq yoxdur. Çünki bugün mən özünə şiyəyəm deyən 99% rafizlidir. Amma belə ümumən şiyəlik ilə rafizlik arasında fərq odur ki, təbii ki, birinci şiyəlik ortaya çıxanda rafizlik yox idi. Və ilk şiyələr Küfədə olub, Küfə şəhərində, İraqda və ilk şiyələr Əhl-i-Sünnə olub. Yəni, əslində, Əhl-i-Sünnətin hətta böyük alimlərindən olub, hədisçilər və fəqihlər olub ki, şiə olublar. Hansı mənada? O mənada ki, Əli ibn Əbu Talibi Osman ibn Əffandan üstün görüblər. Çünki o vaxtı Küfədə şiələr çıxanda onlar Əlini Osmandan əfsəl görənlər idi. Və kim ki Əlini Osmandan əfsəl görürdü, deyirdilər ki, bunlar Əlinin şiələrdir. Şiə yəni tərəfdarları. Ona görə Muaviyə ilə Əli radiyallahu anh arasında olan müharibələrdə, tarix kitablarında oxuyanda görürsən ki, belə ifadələr var. Şam əhli Muaviyənin şiəsidir, Küfə əhli Əlinin şiəsi. O vaxt Muaviyənin də şiəsi var idi. Hansı mənada? Təbii ki, lüğavi mənada idi. O vaxtı şiə deyəndə məhzəb yox idi. Bir fikir yox idi. Lüğavi cəhətdən götürürdülər ki, şiə, yəni Şiatul Ali, Əlinin şiəsi Küfə cəmaatı sayılırdı, Muaviyənin şiəsi Şam əhli sayılırdı. Və sonra bu anlam get-gedə biraz böyüdü və o kəs ki, Əlini Osmandan əfsəl görürdü, o Əlinin şiəsi sayılırdı Küfə cəmaatı içərisində. Və təbii ki, o vaxtki şiələr Əlini Əbu Bakır və Ömərdən əfsəl görmürdülər. Və ixtilaf yalnız və yalnız Əlini Osmandan əfsəl görüb görməmək məsələsi idi və o şiələrin hamısı Əhl-i-Sünnə idi. Yəni, əslində onlar şiələr deyil, fəqət mən bunu deyirəm izah üçün. Yəni, lüğavi cəhətdən deyirəm. Belə bir məzhəb, belə bir etiqad, belə bir mənhəc yox idi əslən. Onlar hamısı Əhl-i-Sünnə vəl-Cəma idi. Hamısı. Həmin şiələrin hamısı Əhl-i-Sünnə idi. Fəqət şiə deyirəm, lüğavi cəhətdən hətta fərqləndirmək üçün. Xülasə, necə İbn-i Teymiyyə rəhməlullah Əqidətul Vasitiyyədə deyir ki, Əhl-i-Sünnə icma eləyib ki, bu ümmətin ən əfsəli Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra Əbu Bakır və Ömərdir. Əbu Bakır və Ömərin Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra bu ümmətin ən əfsəli olmasında istəyir Küfə əhli olsun, istəyir Bəsrə əhli, heç kəs ixtilaf eləmir. Və Küfədə Əli ibn Əbu Talib Küfə məscidində və cümə günləri, xüsusən minbərdə dəfələrlə bunu insanlara bəyan edirdi. Ki, bu ümmətin ən əfsəli Əbu Bakır və Ömərdir. Və 80-dan artıq sənədlə gəlib bu Əli ibn Əbu Talibdən. 80-dan artıq sənədlə vardı olub bu. Və dəlillər bu barədə həddən artıq çoxdur və mutavatir səviyyəsindədir. Və bu dəlilləri bir-bir zikirləməyə ehtiyac yoxdur. Və Şeyxülislam İbn-i Teymiyyə rəhməlullah buyurur ki, sözünün davamında sələf Əbu Bakır və Ömərin bu ümmətin ən əfsəli olmasında icma edəndən sonra ixtilaf edib ki, sonra üçüncü ən əfsəl Əlidir yoxsa Osman. Və ixtilaf bunda olub, bu da yalnız fəzilət cəhətindən əfsəlliyidir. Xilafət məsələsində deyil. Yalnız fəzilət cəhətində Əhl-i-Sünnə ixtilaf edib ki, Əli yoxsa Osman əfsəldir və sələfin cümhuru əksəriyyət o rəydədir ki, Osman Əlidən əfsəldir və bunun dəlillərindən də biri Buxarda
Abdullah ibn Ömərin radiyallahu anhunun rəvayət elədiyi hədisdir. Sahaba buyurur ki, biz Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında deyərdik ki, Allah Rasulundan sonra bizim ən əfsəlimiz Abu Bakrdır, sonra Ömər, sonra da Osman və sonra susardıq. Sonra susardıq və Peyğəmbər sallallahu aleyhi və səlləm bunu eşitərdi və bizə heç nə deməzdi. Və bu açıq aydın dəlildir və çox alim də bu rəydədir. Və bəzi alimlər o rəydə olub ki, Əli Osmandan əfsəldir, yalnız fəzilətdə. Fəqət o alimlər ki, bu rəydə olub, onlar deyib ki, Osman xilafətə əldən daha layiqdir. Dəxli yoxdur. Məsələ xilafətdə deyil. Məsələ fəqət əfsəliyyətdədir. Və bu mənada əhl-i sünnətin alimləri olub. Bu mənada şiə. Xalis şiələr. Bu mənada. Hamısı sələfi olublar və bizim hidayət rəhbəri imamlarımızdır. Kimlərdir? Onlardan biri Abu Hanifə rəhməhullahdır. Küfədə böyüyən. Düzdür ki, sonra bu rəyindən dönüb. O Osmanı əldən əfsəl görürdü və sonra bu rəyindən dönüb. Və alimlərdən biri İmam Nəsai. 6 hədis kitabından biri. Birinin müəllifi. İmam Nəsai bu mənada şiə idi və hətta onun kitabı var, Əl-Xasais. Əlinin fəzilətlərinə dair kitabı var. Xüsusi kitabı və əlinin fəzilətlərinə dair yazılmış ilk əsərin müəllifidir. Ona görə heç kəs iddia etməsin ki, biz əlini sevirik və s. və ilə axır. Əli radiyallahu anhunun fəzilətinə dair yazılmış ən birinci kitabın müəllifidir. İmam Nəsai, hansı ki, əhl-i sünnənin ən əsas 6 hədis kitabından birinin müəllifi və o bu mənada şeydir. Və sonra İmam Hakim Müstədrək əsərinin müəllifi bu mənada şeydir. Və sonra Yəmənli İmam Əhmədin şeyxlərindən Abdurrazzaq Əl-Musənnəf kitabının müəllifi bu mənada şeydir. Və təbii ki, onlar hamısı əhl-i sünnə idi. Mən lüğafi cəhətdən deyirəm. Və həmçinin İbn Əsir, tarixçi, bu mənada şeydir. Və həmçinin İbn Abdülbar, Ət-Təmhid əsərinin müəllifi bu mənada şeydir. Və fikir versəz, İbn Abdülbar Maliki məzhəbində olub. Yəni, Maliki məzhəbində olub. İmam Malikin məzhəbində olub, yəni fiqhdə. Yəni, şiə idi, yəni Osmanı Əlidən əfsəl görənlər. O vaxtı belə idi və ümumiyyətlə bütün firqələr də bu cür çıxır. İstər suflər olsun, sufli olsun, istər rafisli olsun, istər xavarizlərin məzhəbi olsun, istər murciyəli olsun, cəhmili olsun və s. və ilə axır. Heç bir firqə göydən emməyib hazır vəziyyətdə. Və bugün bizim gördüyümüz bu firqələr, hansı ki artıq hazır vəziyyətdədir, onlar vaxtı ilə bir fikir olaraq ortaya çıxır. Yalnız və yalnız bir fikir olaraq ortaya çıxır. Bir fikir çıxıb, sonra o fikrin ətrafında insanlar yığılıb və sonra zaman keçib bir məhzəb əmələ gəlir. Və ilk dəfə rafisi kəlməsini onlara ad olaraq verən İmam Zeynül Abidinin oğlu olub. Muhammed Baqirin qardaşı Zeyd. Rəhməhullah, Küfənin şiyələri artıq zəlalət əhli olan, artıq yolunu azmış, artıq ilkin şiyəli fikrinə cürbəcür zəlalət fikirləri qatan Küfə şiyələri gəlir və ondan tələb eləyirlər ki, imamın övladından ki, Əbu Bakr və Öməri cərh eləsin, rədd eləsin. Və o da cavab verir ki, necə mən atalarımın sevdiyi bir şəxsdən nifrət edə bilərəm. Və onu tərk eləyirlər və o da deyir ki, siz məni rafd, yəni tərk etdiniz və ondan sonra onların adı qaldı rafisi. Yəni Əhl-i Beyt, onları bu adı qoyan Əhl-i Beytdir. Rafisi adını və təbii ki, onlar bu adına fəxr eləyirlər, rafisi adıyla. Necə ki, Kitab-ül Kafidə
Muhammed Yaqub Əl-Kuleyni neçə hədis gətirib və Məclisi neçə hədis gətirib rafisiliyin fəziləti barəsində. Və hətta Məclisi Biharul Ənvərdə bölüm açıb. Rafisi isminin fəziləti və bu adla adlanmağın şərəfi. Və hədislərdən birini qeyd edirəm, fayda kimi ki, güya imamlardan ya Muhammed Baqirin, ya Cəfər Sadiqin yanına biri gəlir, deyir ki, ya imam, artıq bizə başlayıblar küfədə rafisi deməyə. Hansı ki, Muhammed Baqirin öz qardaşı deyib. Neyniyək? Xülasə, imam deyib ki, güya, dərd çəkməyin, narahat olmayın, sevinin. Çünki Allah Azza və Cəllə sizi elə əvvəlki kitablarda, Tövrat, İncildə, Zəburda elə bu adla adlandırır. Yəni, sizələr əvvəldən rafisisiz. Və indiki məzhəbə gələndə isə, təbii ki, indiki məzhəbin şiəli ilə əlaqələri yoxdur. Ümumi anlamda ola bilər, deyə bilərik şiə. Ümumi anlamda. Yəni, ümumi olaraq deyə bilərik şiə. Amma təbii ki, şiəlik öz arasında ən azı, elə şiələrin öz etirafı ilə götürsək, ən azı 30-a yaxın firqəyə bölünür. Ən azı. Hələ bugünkü şiə alimlərinin etirafına götürsək. İsmaillər var, Zeydlər var, özlərinə Cəfər deyənlər var və s. və ilə axır. Və bugün, məsələn, İranda Cəfərlərdir, rəsmi, məsələn, Yəməndə Zeydlərdir. Hansı ki, Cəfərləri demək olar ki, təkfir edirlər. Və ümumi anlamda deyə bilərik şiəlik, amma bugün bizdə olan şiəlik təbii ki, rafisilidir. Və qaldı ki, onlarla müamilə əgər rafisidirsə, çünki burada fərq var, ola bilər, istisna hallar var, ola bilər, məsələn, bir insan namaz qılır, atasından öyrənib şiə namazı, belə də qılır və dindirəndə baxırsan ki, rafisi deyil. Yəni, məsələn, sahabələri söymür. Hətta deyəndə ki, yox, sənin alimin belədir, deyir, ola bilməz. Və o da o alimi necə təqlid eləyir? Atası buna namazı öyrədəndə, çünki müşahidə elədiyimiz budur. Və deyib ki, sən bu risaləyə əməl eləməlisən. Bu da götürüb ki, din bundan ibarətdir. Təbii ki, bu adamdır, bu adam avamdır, cahildir. Biz bu adamlardan danışmırıq, çünki bu əslən rafisi deyil. Bu, ümumiyyətlə, heç bilmir əslən şiəlik nədir. Bəzən olur ki, qardaşlar deyir ki, biri var, sahabələri söymür, amma filan məsciddə gedir, gəlir, onlarla oturur, durur. Amma rafisi deyil. Deyirəm ki, qardaş, o namaza təzə mi gəlib? Deyir, hə. Deyir, hardan bildin təzə gəlib? Deyirəm, çünki onlarla oturub durur, amma sahabələri söymürsə, deməli, o təzədir. O, əslində rafisidir, fəqət cahildir. İndi biraz gedib gələndən sonra başlayacaq söyməyə. O, çünki təzə gəlib. Əgər bir şəxs ki, rafisidir, o, kafirlə necə müamilə edilirsə, ona da o cür müamilə edilir. Yəni, o cür şəxsin arxasında namaz qılınmır və təbii ki, söhbət gedir rafisidən, hansı ki, tanıyırsan və əgər o yaşadığın bir yerdə qəssab işləyir, ət satırsa, onun kəsdiyi heyvan yiyilmir və kafirlərlə necə müamilə edilirsə, onlarla da o cür müamilə edilir və sabah ölsə onun cənazəsi qılınmır və birdən onlardan biri elm əhli və s. ölsə, yaxşı ki, şükür səzdəsə eləyəsən və bu sələfin mənhəcindədir və deməyəsən ki, vəfat elədi, deyəsən ki, həlak oldu və s. və ilə axır. Müamilə bu cürdür. İxlasla.com saytı tərəfindən təqdim olundu.